Gəlin birinci sualdan başlayaq. Blok imtahana düşən suallardan. Deməli, elə Venn diaqramına əsasən yanlış fikirləri müəyyən edin. O həmişə deyərdi ki, doğma torpaqlarımızı unutmamalı, onun hər qarşını geri qaytarmalıyıq. Deməli, o həmişə deyərdi ki, əgər ikini anda ilə əvəz edə biliriksə, bu da olur baş cümlə əvvəl. Burada baş cümlə əvvəl gəlir. Budaq cümlə əvvəl gəlir. Yox, əgər ikini özümüz sadə deyə biliriksə, o həmişə deyirdi ki, nəyi deyirdi? Burada sual verə bildik. Baş cümlə əvvəl gəlibdir. İkinciyə baxaq, deyirdilər ki, qeyri-müəyyən şəxsi cümlə ilə ifadə edilmiş baş cümlədir. Baxaq indi bizdən nə istəyir? Yanlış fikirlər istəyir. Deməli, mübtəda əvəzliklə tamamlıqlardan biri isim birləşməli ifadə edilmişdir. Bəli, mübtəda əvəzliklə baxaq görək. O həmişə deyirdi ki, birincidə mübtəda əvəzlik ifadə edilmişdir. İkinciyə baxaq, deyirdilər ki, burada heç mübtəda yoxdur. Deməli, bir doğrudur. Daha sonra digərinə baxaq, tamamlıqlardan biri isim birləşməli ifadə edilmişdir. Tamamlığa baxaq, doğma torpaqlarımıza isim birləşmə deyil, torpaqlarımızı nəyi? Doğma torpaqlarımızı orada təyin olur. Baxaq digər tamamlığa, onun hər qarşını geri qaytarmalıyıq. Nəyi? Onun qarşını. Deməli, burada həqiqətən də bir doğrudur. İkiyə baxaq. Nümunədəki xəbərlər eyni zamanda eyni şəkildə olan feillərlə ifadə edilibdir. Baxaq, nümunədəki xəbərlərə, deməli, deyir idi, daha sonra qaytarmalıyıq. Xeyr, eyni şəkildə olmadı, biri vacib şəklində oldu. Deyir idi isə, indiki zamanda olan xəbər şəklidir. 2 yanlışdır. Baş cümlənin xəbəri idi, köməkçi sözü ilə işlənmiş, indiki zamanda olan sadə feildir. Bunu ortaq cəhət kimi yazıbdır. Baxaq, baş cümlənin xəbəri deyir idi, indiki zamandadır. İkincidə baxaq baş cümləyə, deyir idi, bəli, 3 doğrudur. 4-ə baxaq, zərflik və təyin ifadə vasitələr eyni nitq-hissələrdir. Zərflik burada o həmişə deyirdi ki, elə birinci cümlədən baxaq, həmişə zərfliyinin yerində deməli, zərf işlənibdir. Daha sonra təyin ifadə vasitələri də eynidir. Doğma torpaqlarımızda doğma təyindir və ifadə vasitələri eyni olmadır. Ona görə 4-ümüzdə yanlışdır, 2-4 yanlışdır. Əsas tərəfi feili sifətlə ifadə olunan feili birləşmə cümlənin təyinidir. Əsas tərəfi feili sifətlə ifadə olunan feili birləşməyə baxaq. Deyirdilər ki, qədimdə daş qoyub, bəli, həqiqətən də əsas tərəf feili sifətlə ifadə olunan feili birləşmə oldu. Qədimdə daş qoyub yurt salan, burada yurt salan feili birləşmənin əsas tərəfidir. Doğrudur 5-də. Həm baş, həm budaq cümlə mübtədası buraxılmış müəyyən şəxsli cümlədir. Həm baş, həm budaq cümlə mübtədası buraxılmış müəyyən şəxsli cümlədir. Baxaq, birincidə yox, ikincidə deyirdilər ki, ümumiyyətlə qeyri-müəyyən şəxsli cümlədə biz mübtədası buraxılmış sözünü istifadə edə bilmərik. Ona görə cavabımız oldu 2, 4, 6. 2-yə baxaq, hansı səqiədəki sözlərdə isə ididən sonra gəlmişdir. Gəlin Y variantına başlayaq. Qalacaqdırsa, burada acaq şəkilçidir, D. İdi hissəciyidir, sa isə isəni qısaldılmış formasıdır. Ümumiyyətlə, isəni seçmək üçün belə deyirik, isəni seçmək üçün sahəsə şərt şəklidir. Əgər müəmməd tutursa, sahəsə şərt şəklidir. Deməli, alacaqdırsa doğrudur. Görmüşsə, artıq burada idi hissəciyi yoxdur. Deyir, ididən sonra gəlməlidirsə. Ona görə Y variantı getdi. D-yə baxaq, yazdısa, burada D, D, D keçmiş zamandır. Bu da getdi. C variantına baxaq, yazacaqdırsa. Aha, uyğun gəlir. D, idinin qısaldılmış formasıdır. Görmüşdürsə, mış nəqli keçmiş zaman D, idinin qısaldılmış forması. S isə isənin qısaldılmış formasıdır. Burada da uyğun gəldi, amma aldısa sözündə D, D, D keçmiş zamandır. Bu isə deyir ki, idi köməkçi sözündən sonra işlənsin. Oxuyarlarsa sözündə B variantında ümumiyyətlə idi hissəciyi yoxdur. Cavabımız bir dənə qaldı. A variantı. Baxaq ki, uçsuz bucaqsız tarlalar, biçənəklər, yaşıl yoncalıqlar bir-birini əvəz edirdi. Deməli, biçənəklər, burada biçənəklər sözü biç feilinin əmələ gələn biçənək ismidir. Yoncalıqlar sözü yonca isminin əmələ gələn yoncalıq ismidir. Daha sonra ikincidə axşam günəşin işıqlarını əks etdirən, burada əks etdirən mürəkkəb feildir. Asfalt. Asfalt isimdir. Daha sonra bir neçə isə qeyri-müəyyən miqdar sayıdır. Mürəkkəb və ayrı yazılan qeyri-müəyyən miqdar sayıdır. Axşam isə burada, axşam günəşin dedikdə isimdir, sadəcə sifətləşmişdir. Baxaq indi cavablara. Düzəltmə isimlərdən biri feildən, digər isimdən yaranmışdır. Bəli, burada biçənək sözü feildən, yoncalıq sözü isə isimdən yaranmışdır. Sadə və düzəltmə sifətlər işlənmişdir. Burada biz düzəltmə sifətə rast gəlmədik. Bunlar yalnız isimdilər. 2 yanlışdır. H şəkilçili isimlər cəm şəkilçisi qəbul etmişdir. Baxaq H şəkilçili isimlərə. Doğru fikirlər istəyir bizdən. Burada A variantında ümumiyyətlə H şəkilçili isim yoxdur. 3 yanlışdır. Şəxsi və cəmiyyətə görə dəyişən feil indiki zamandadır. Bəli, yəni şəxsi və cəmiyyətə görə dəyişən feil dedikdə feilin təsriflənən formasını deyir. Edir idi indiki zamanda, maşın gəlir idi indiki zamanda. Bəli, 4-ümüz doğrudur. 5-ə baxaq. Ayrı yazılan iki mürəkkəb sözü işlənmişdir. İndicə dedim, bunu əks etdirən mürəkkəb feildir, ayrı yazılıb. Bir neçə isə mürəkkəb saydır, ayrı yazılmışdır. Deməli, 5-də doğrudur. Sifət və zərf işlənməmişdir. Bəli, burada nə üçün sifət və zərf deyir? Çünki burada axşam sözü sənin zərf götürəcəyini düşünür. Amma axşam burada isimdir. Asfalt isə sifət götürəcəyini düşünür. Bu da asfalt isə isimdir. Deməli, cavabımız oldu 1, 4, 5, 6.
Baxırıq 4-ə. Feildən düzəlmiş isimlər hansılardır? Qarışıqlıq ümumiyyətlə qarışıq sifətindən düzəlmişdir. Bunu götürmürük. Bölgə sözü, bəli, böl feilindən bölgə ismi düzəlmişdir. 3-də döyüşçü. Bax, bəzi uşaqların səhv yazdığı budur. Əkinçi, döyüşçü. Əkinçi sözünün əkin feilindən yaranmır. Ən azından bunu bilməliyik ki, hansı leksik şəkilçidən qabaq qrammatik şəkilçi gələ bilər. Çı, da, çı, cilsiz. Bu 4 dənə leksik şəkilçidən qabaq yalnız qrammatik şəkilçi gələ bilər. Döyüş isimdir burada. Döyüş ismindən döyüşçü ismi əmələ gəlmişdir. 2-dir. Daha sonra sərgi, sər feilindən sərgi ismi əmələ gəlmişdir. Sayıqlıq yox. Sayıq necə? Sayıq burada sifətlə əmələ gəlmişdir. Ağar. Nə idi? Ağar, ağardan da ağardır. Deməli, cavabımız oldu 2, 4, 6. 5-ə baxaq. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr nə? Şuşanın düşmən işğalından xilas edilməsi nə? Müharibənin taleyində həlledici rol olmuşdur. Deməli, müharibənin taleyində həlledici rol oynamışdır. Nə? Qələbələr, nə? Şuşanın xilas edilməsi. Deməli, sadə cümlədir bu. Burada heç bir şey düşünmədən elə baxırıq. C variantına nə deyir? Bir qrammatik əsasdan ibarətdir. Deməli, 2 qrammatik əsasdan ibarətdir deyirsə, deməli, mürəkkəb cümlə olduğunu soruşur. Amma burada 2 mübtəda, bir isə xəbər var. Deməli, bir qrammatik əsasdan ibarətdir. Və tabellik bağlayıcılarının heç bir işlənmədiyinə görə biz bunu sadə cümlə götürürük. Cavabımız oldu C variantı. 6-ya baxaq. Cərgələrindən birindəki sözlər omonim səciyyəsi daşıyır, sifət və feil kimi işlənə bilər. Burada min, saç, daş, öyle cavabdan gedirik. Min nə etmin? Min bir də saydır. Saç nə et? Saç. Bir də saç isimdir. Daş nə et? Daş feildir. Sonra daş isimdir. 7-yə baxaq. Gərginliyin nəticəsi. Deməli, gərginlik isimdir. Daha sonra oxuyanlardan biri, oxuyanlardan burada feil sifətdir isimli şəkilçisini qəbul edib. Həmçinin gərginlik ismi şəkilçisini qəbul edib. Yəni özü onsuz da isimdir. Yəni onu isimləşmiş saymırıq. Oxuyanlardan feilli sifətdir, ismi xüsusiyyətini daşıyıbdır. Böyüklərin duası böyük isə yenə sifətdir, ismi xüsusiyyətini daşımışdır. Baxaq indi həm üçünə aiddir, yəni hamısına aiddir, bir də yalnız ikisinə aiddir. Baxaq A variantından asılı tərəfi yərlik halda olan isimlə ifadə edilibdir. Yərlik halda olan isimlə deyir. Biz bu üçündən bircə dənə dedik ki, gərginlik söz isimdir. Deməli, yalnız birinə aiddir və A variantı heç bir cavaba getmir. Deməli, A variantında olanları silirik. Baxın, A variantını silirik, B variantını silirik. Çünki A heç birinə aid deyil. İndi B-yə baxırıq. Tərəfləri quruluşca sadədir. Tərəfləri quruluşca sadə olan, deməli, oxuyanlardan biridir. Yəni, feil sifət şəkilçisi sadə şəkilçisidir ona görə. Yalnız birinə aiddir, yəni elə bir cavabımız yoxdur, yəni yalnız birinə aiddir. Ona görə B olanlarda silirik. Yəni, belə də aydınca variant ortaya çıxır. Sonra birinci tərəfi ismi aid qrammatik şəkilçi qəbul etsə də isim deyil. Deməli, isim olanı çıxardırıq gərginliyə. Burada oxuyanlardan və böyüklərin, bunlar ismi aid qrammatik şəkilçi qəbul ediblər. Deməli, yalnız ikisinə aid olan C variantıdır. 2-yə C yazırıq. Mübtədanın ifadə vasitəsi kimi işlənə bilir. Hər üçünə aiddir. Buna hamısına aiddir. 1-ə D yazırıq. Kökü feil olan düzəltmə sözü işlənmişdir. Buna isə yazırıq. Kökü feil olan düzəltmə söz gərmək feilindən gərginlik. Gərmək feili kökü feildir. Yəni, gərin özü feildir. Böyük sözündə də böyük feildir. Deməli, cavabımız oldu D variantı.